İmam Zaman ağa sağ olmağına görə xanım Zeynəbə borcludur. Bu fikirlə razısınızsa yox. İmam Zaman bugün yaşayırsa xanım Zeynəbə borcludur. Çünki onun atası İmam Həsən Əskər əleyhissalamda, İmam Əli Ən-Nəqi, İmam Məhəmməd Təqi, İmam Rıza, İmam Musa ibn Cəfər, İmam Cəfər Sadiq, İmam Məhəmməd Baqir və İmam Səccad hamısı sağ olmaqlarına görə ona borcludular. Çünki bioloji, fiziki məhv eləməkdən İmam Səccadı o qorudu. Onun vasitəsilə imamət fiziki olaraq mövcud oldu. Yəni imamət var olmasına görə, mövcud olmasına görə Həzrəti Zeynəbə borcludur və onun məqamı o qədər ucadır ki, İmam Hüseyn meydana gedəndə mən ikinci tarixdə oxumamışam. Hələ görməmişəm ki, İmam Hüseyn kiməsə desin mənim üçün dua elə. İmam Hüseyn əleyhissalam meydana yollananda xanım Zeynəbə dedi ki, bacı gecə ibadətində məni dualarında yadından çıxartma. Görün kimdir bu xanım Zeynəb ki, İmam Hüseyn ondan dua istəyir və biz də bugün ondan dua xahiş edirik. Yəqin ki, bizim hacətlərimiz çoxdur, bizim dərdlərimiz çoxdur. O da bizim mənəvi analarımızdır o insanlar. Bugün əlini Allah dərgahına qaldırsın və bizim üçün dua eləsin. Allah o xanımın dünyada ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin. Allah onun hərəmini, qəbrini hədəfə alanlara lənət eləsin. Allah onun hərəminin keşiyində olanları müvəffəq eləsin inşallah.